Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 14 mart 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Qonşu ofislərdə yenə təmir gedir, amma səs-küyə görə üzr istəyirəm onların əvəzinə. Amma hər halda mənim səsim daha möhkəm gəlir. Bəli, bugün nəhayət ki gəlib, çatdıq Ramazanın tən ortasına. Allah tutduğunuz oruçları, etdiyiniz ibadətləri qəbul eləsin, niyazlarınızı, niyyətlərinizi hasil eləsin inşallah. Bugün həm də mübarək, müqəddəs cümə günüdür. Cüməniz də mübarək olsun. Nə gözəldir. Həm Ramazan ayı, həm cümə günü çox gözəl bir halədir, gözəl bir energetik vəhdətdir. Ona görə bugün çoxlu dualar eləyin. Bacardığınız qədər nə mümkündürsə, nə istəyirsinizsə, özdə israrla istəyin. O gün gördüm bir iftar məclisində biri deyir ki, dedim ki, Allahım filan şey olmasa da olar, filan şey olsun. Yox, siz birbaşa istəyin, israrla istəyin. Nə istəyirsiniz, nə mümkündür istəyirsiniz. Onu artıq hansı olacaq, olmayacaq, o Allahın hökmündədir. Bizim savab əmsalımıza görə, müsbət enerjimizə görə, insanlar tərəfindən aldığımız enerjiyə görə də Allah qiymət verir. Sanki ruhi hazırlığımıza baxır, müəllim kimi, imtahan kimi. Ona görə siz istəyin. Nə istəyirsiniz? Allahdan istəyin, israrla istəyin. Çünki oruç tutursunuzsa, ibadət edirsinizsə, iftar süfrəsində xüsusən də o dualar eləyəndə mütləq o şeyləri nəzərə alın. Bugün həm də günəş, daha doğrusu ay tutulacaq. 2025-ci ilin ilk astronomik tutulmasıdır. Bu barədə həm həftəlik proqnozlarda Cəbhə TV-də danışmışam, həm bizim ruhumuzun şəfası verilişində bu barədə bu mövzuya toxunmuşuq. Ona görə ətraflı demək istəmirəm. Sadəcə vaxt odur ki, səhər saat 10:57-də, yəni 11-ə 3 dəqiqə qalmış 2025-ci ilin ilk astronomik tutulması, tam ay tutulması olacaq. Əksər yerlərdə Qərb Avropadan, Afrikadan, xüsusən də Afrikanın şimalından, Atlantik okeanından, Sakit okeanından bu müşahidə olunacaq tam tutulma. Amma Azərbaycanda tutulma adi gözlə görünməyəcək. Və keçək günün proqnozlarına və görək bu mübarək gündə, günəşin tutulduğu, ayın tutulduğu bir vaxtda və Ramazan rayihəli bir dönəmdə ayrı-ayrı zodiak bürclərini nələr gözləyir? Qoç bürcü. Artıq 10 gündür ki, qlobal problemlərinizin həlli yolları aydınlaşır. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı insanlar olmalıdır. Axşama yaxın səhhətinizi də qorumalısınız. Boğa bürcü. Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acı dil olmayın. Kursumuzun ən gözəl xanımını dəvət eləmişəm. Oranın 26 illik bir aktrisasıyam. Mənim atam deyirdi ki, yox, sən həkim olmalısın. Var bəzi rejissorlarımız var ki, nədənsə çox ayrı seçkilik salırlar serialı çəkəndə. Şail Mirzəyev mənə dərs deyib, Akişi müəllim dərs deyib, Şəfiqə xanım mənə dərs verib. Yaxşı rejissorla işləmək istəyirəm. Baş rollarda oynamışam, belə epizodda oynamışam. Mən 4 yaşından rəqslə məşğul olmuşam, 4 yaşından. Bax, bugün məşq elədim, səhəri günü mən çıxdım tamaşaya. Qəzetlərdə işləmişəm. Onlara elə gəlir ki, çox asandır bu iş. Biraz rejissor kasıblığımız var. Şail Mirzəyev gördü ki, ağlayıram, qolumdan tutdu. Kleopatra. Oynamaq istəyirəm. Bir də bir şeydən xoşum gəlmir, burada deyirəm, mən bunu ancaq ad çəkməyəcəm. Teatrı, səhnəni serialdan daha çox sevirəm. Əkizlər bürcü. Əsas planlarınızı iş vaxtına təyin edin. Çünki axşam saat 18-dən sonra sinirlərinizin gərilməsi işlərinizə mane olacaq. Və həmişə dediyim kimi də, yəni göy qübbəsində yerdə Ramazandır, nə halda o nəzərə alınmır. Sadəcə orada planetar quruluşun təsir mexanizmini sizə çatdırıram. Nahar ərəfəsində gözlənmədiyiniz istiqamətdən sevinə bilərsiniz. Xərçəng bürcü. Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcək. Şir bürcü.
Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Riskdən uzaq olun. Qız bürcü. Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın buna görə. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə isə qətiyyən baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir. Tərəzi bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Riskdən isə qorxmayın. Əqrəb bürcü. Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürəcək. Səhhətinizə xüsusi diqqət yetirin. Bu hamısı ayın tutulması ilə bağlıdır. Yəni ki, bu negativliklər, yəni bizlik deyil. Yəni nə göstərilir, biz də onu sizə çatdırırıq. Əslində deyir, Ramazan ərəfəsində, cümə gündə çox istəyərdik qəşəng sözlər deyə, ürəyə yağ kimi yayılan, amma təəssüf ki, belə deyil. Nə var, biz onu çatdırırıq. Elm xoş sözlər mücəssəməsi deyil, reallığın əksidir. Oxatan bürcü. İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən isə qorxmayın. Ən az ona görə ki, artıq öz dövranınız da yetişməkdədir. Oğlaq bürcü. Təxminən saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər pasiv ərəfə yaşayacaqsınız. Həmkar və rəhbərlərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonraki müddətdə isə hər şey normal tərzdə cərəyan edəcək. Su tökən bürcü. Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız. Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın. Balıqlar bürcü. Bugün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə isə uymayın. Qətiyyən görücü və ya falçı yanına da getməyin. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımıza, Novruzla bağlı yazılarımıza, videolarımıza, Ramazanla bağlı gözəl videolarımıza baxmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.